Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində yenidən xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Məşğulluq sahəsində baş vermiş ən son yeniliklər və xəbərlərimiz ilə qarşınızdayıq, efirimizə başlayaq. Bugün iş saatında özünü məşğulluq proqramından danışacağıq. Proqram çərçivəsində il ərzində görülmüş işlər, yeniliklər və eyni zamanda planlar barədə studiyamızın qonağı ilə ətraflı söhbətimiz olacaq. Diqqətiniz bizdə olsun. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyinin veb-saytı Milli Net 2025 müsabiqəsinin qalibləri sırasındadır. Bu ilin 11 ayında 532 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Daha ətraflı həftənin xəbər xilasəsində. Dövlət Məşğulluq Agentliyinin veb-saytı Milli Net 2025 müsabiqəsinin qalibləri sırasındadır. Ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resursun iştirak etdiyi Milli Net 2025 müsabiqəsində agentliyin veb-saytı ilin rəqəmsal hökumət həlli nominasiyasında 3-cü yerə layiq görülüb. Qeyd edək ki, dma.gov.az veb-saytı ictimaiyyətlə effektiv əlaqələrin qurulmasına, məşğulluq sahəsində həyata keçirilən layihə və xidmətlər barədə məlumatların operativ şəkildə paylaşılmasına imkan yaradır. Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib. Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. İnfoturun əsas əhəmiyyəti ondadır ki, burada biz bütün o yaradılan şəraiti, aparılan işlərlə tanış oluruq və doğrudan da mən çox yüksək qiymətləndirdim. Həqiqətən də şəraitlər var, şərait tam yaradılıbdır. Müəyyən peşələr üzrə burada biz təlimçiləri də və təlim keçənləri də burada gördük. Bir təqdimat da keçirildi. Həmin məlumatda ki, 19 demək olar rayondan bax burada gəlib iştirak edənlər də var. Qeyri-hökumət təşkilatların bax bu şəraiti görməsi o deməkdir ki, biz təbliğatımızı daha çox gücləndirməliyik. İnsanları maarifləndirməliyik ki, bu proseslər var. Dövlət bu prosesləri artıq qurubdur. Qarabağ Peşə Hazırlıq Mərkəzinin əsas prioritet məsələsi böyük qayıdışa fokuslanmışıq. Burada biz bu il 812 nəfər peşə hazırlıq kurslarına cəlb eləmişik və 812 nəfərin bitirənlərinin əsas hissəsini isə işğaldan azad olunmuş ərazilərdə işlə təmin eləmişik. Bunlardan əsasən ANAMA ilə əməkdaşlıq eləmişik. Burada 2 il ərzində 281 nəfərə peşə hazırlıq kursları təşkil eləmişik və onların 99%-nin işlə təmin olunmuşdur. Hazırda mərkəzimizdə aktiv olan kurslarımız isə geniş profilli traktorçu, maşinist, təmirçi, çilingər peşəsi, bərbər vizajist manikür peşəsi, kompüter operatoru peşəsi, aşbaz, qənnatçı, şirniyyatçı və sair peşələri hal-hazırda mərkəzimizdə həyata keçiririk. Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532.700 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 177.000 şəxs münasib işlərlə təmin olunub, 16.500 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünü məşğulluq proqramına cəlb olunub. Yanvar-noyabr aylarında 17.200 işsiz şəxs üçün isə peşə hazırlıq kursları təşkil olunub. 322.000 şəxsə peşə yönümlü xidmətlər göstərilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün bu həftə Bərdə və Quba rayonlarında əmək yarmarkaları təşkil edilib. Qarabağ və Quba-Xaçmaz regional məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 18 işə götürən tərəfindən ümumilikdə 107 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə işə qəbul tələbləri barədə məlumatlar verilib və uyğun namizədlərin qeydiyyata aparılıb.
Məşğulluq tədbirləri yalnız paytaxtda deyil, regionlarda da dinamik şəkildə davam eləyir. Ölkənin müxtəlif bölgələrində məşğulluq gündəmi yenə də aktivdir. Görüşlər, əməkdaşlıqlar, peşə kursları, regionlarda görülən işləri indi birlikdə izləyəcəyik. Regionlardan danışırıqsa, işğaldan azad olunmuş ərazilərimizi unutmaq olmaz. Doğma torpaqlarda həyat bərpa olunur, məşğulluq imkanları genişlənir. İşğaldan azad olunmuş ərazilərimizdə məşğulluq tədbirlərinin icrası davam etdirilir. Böyük qayıdış çərçivəsində həyata keçirilən tədbirlərə də nəzər yetirək. Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən Cəbrayıl, Zəngilan və Laçın rayonlarında sakinlərlə görüşlər keçirilib. Görüşlərdə sakinlər fərdi şəkildə qəbul olunub, məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əmək yarmarkası təşkil olunub. 14 işə götürənin iştirakı ilə keçirilmiş yarmarkada ümumilikdə 103 vakansiya təqdim edilib. Qarabağ Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən Zəngilan rayonunun Ağalı kəndində və Laçın rayonunda əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işə götürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi mövzusunda işə götürənlərlə görüşlər keçirilib. Görüşlərdə agentliyin fəaliyyət sahələri, məşğulluq proqramları barədə ətraflı məlumat verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işə götürənlərlə birgə görülən işlərdən bəhs olunub. Qarabağ Regional Məşğulluq Filialı tərəfindən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə peşə yönümlü məsləhət tədbiri təşkil olunub. Tədbirdə şagirdlərə ixtisas seçimi, gələcəyin peşələri barədə məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocavənd rayonunda rayonun Soskəndi, Qırmızı Bazar və Hadrut qəsəbələrinə, Xankəndi şəhərində isə Xocalı rayonuna köç etmiş sakinlərlə görüşüblər. Görüşlərdə sakinlərin ilkin olaraq məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Xankəndidə fəaliyyət göstərən Business Tex CV MMC-də təşkil edilmiş tikiş avadanlıqlarının operatoru tikişçi peşəsi üzrə hazırlıq kursu başa çatıb. Kursu uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub. Efirimiz davam edir. Özünü məşğulluq proqramı çərçivəsində icra olunan əsas layihələrdən biri də məşğulluğa dəstək layihəsidir. Həmin layihə çərçivəsində kiçik dülgər sexi zərfi üzrə aktivlərlə təmin olunaraq öz işini qurmuş Ramin Maqsudov barədə bir süjetimiz var. Süjetimizi izləyək, daha sonra qonağımızla söhbətimiz olacaq. Açığı internet vasitəsilə oxudum, məlumat topladım ki, belə bir şərait yaradır dövlət. Getdim, maraqlandım məşğulluq agentliyinə. Oradan da adımı yazdırdım, növbəyə düşdüm. Çağırdılar, dərsləri oxudum, imtahanı verdim, aldım avadanlığı. Əvvəl məcbur idim hardasa işləyim, çünki biraz avadanlıqlar zəif idi, bəzi işləri görmək olmurdu. İndi yenə də bu avadanlıqlara görə biraz başqa yerdə işləyə bilirəm, biraz çox qazana bilirəm. Yenə də faydası var, köməyi var.
Məsləhət görürəm ki, kim nə sahədə işləyir, müraciət eləsin. Yəni ki, bir köməkli olacaq. Prosta yenə də bir səbirli olmalıdır ki, növbəyə düşsün, bir oxusun, imtahan versin. Sonra da geçsin, alsın avadanlığı. Amma yenə də kim nəyi bacarır, onu da istəsin və tələb eləsin. Efirimiz davam edir, hörmətli tamaşaçılar. Bugün iş saatında özünü məşğulluq proqramından danışırıq. Qeyd elədiyim kimi proqram çərçivəsində artıq görülmüş işlər, nələr planlaşdırılır, hansı addımlar atılır, bu barədə daha ətraflı indi studiyamızın qonağı ilə söhbət eləyəcəyik. Və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Məşğulluq Tədbirləri Departamentinin müdürü Pərviz Bənnalıdır. Xoş gördük sizi Pərviz müəllim, xoş gəldiniz. Xoş gördük Əsmə xanım, təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Pərviz müəllim, bugünkü mövzumuz özünü məşğulluq proqramı ilə bağlıdır. Biz tez-tez bu studiyada bu proqram barədə danışırıq. Çünki dövlətin əsas həyata keçirdiyi əsas istiqamətlərdən, əsas dəstək formalarından birisidir özünü məşğulluq proqramı və eyni zamanda kifayət qədər də vətəndaş müraciətlərinin qeydə alındığı bir istiqamətdir. Evet. İlk olaraq istəyirəm ki, bu proqram barədə ətraflı məlumatları çatdıraq tamaşaçılarımıza. Təşəkkür edirəm belə mövzunu aktuallaşdırdığınız üçün. Ümumiyyətcə, özünü məşğulluq, ümumiyyətcə xitabən baxdıqda Cənab Prezidentin fərmanı ilə 2016-cı ildə həyata keçirilmiş vaxtı məşğulluq tədbirləridir. Belə ki, ana məqsədimiz işsiz şəxslərin, belə desək, məşğulluğun təmin olunması və torpaq pay mülkiyyəti iş axtaran şəxslərin məşğulluğun təmin olunması istiqamətində yaradılmış bir tədbirdir. Özünə məşğulluğun mahiyyətinə baxdıqda, əsasən özünə məşğulluq nədir dedikdə, şəxsin özünün və dövlətin dəstəyi ilə həyata keçirilən bir tədbirdir. Dövlətin dəstəyi ilə dedikdə, əsasən biz az təminatlı ailələrin və peşə və bilikləri bacarığı uyğun olan şəxslərə bilavasitə məşğulluğun təmin olunması istiqamətində aparılan işlərimizdir. Ümumi statistikaya baxdıqda bu günə qədər, 2016-cı ildən bu günə qədər artıq 100 mindən nəfərdən çox şəxsin həm kənd təsərrüfatı istiqaməti üzrə, həm də istehsal xidməti istiqaməti üzrə ümumilikdə 100 mindən nəfərdən çox şəxsin əmlaklarla təmin olunmasını görə bilərik ki, bu da kifayət qədər böyük bir statistikadır. Ümumiyyətcə özünə məşğulluq tədbiri dedikdə əsasən daha çox kimlər yararlana bilər, kimlərdə daha çox üstünlük verilir. Qeyd verdiyim kimi, yararlanacaq şəxslər daha çox işsiz şəxslər və torpaq pay mülkiyyətçisi olub iş axtaran şəxslər ola bilər. Burada əsasən biz üstünlük veririk bilavasitə bu şəxslərin içərisində az təminatlı meyillərine uyğun olan şəxslərə, xüsusilə sosial əsas kateqoriyasına aid olan şəxslərə, şəhid ailə üzvlərinə, müharibə əlillərinə və yaxud ümumiyyətcə əlilliyi olan şəxslərə, belə desək, artıq bir ildən çoxdur işsiz statusu olan, işsiz olan şəxslərə, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, cəza çəkmə müəssisələrinə azad olmuş şəxslərə, bunlar daha çox üstünlük verilən şəxslərdir ki, özünə məşğulluq tədbirlərinə cəlb edildikdə bu şəxslərə daha çox üstünlük verilir. Üstünlük verilən vətəndaşlar və eyni zamanda onların növbəli mexanizmi barədə danışacağıq. Ondan əvvəl Pərviz müəllim, siz qeyd elədiniz ki, proqram çərçivəsində həm kənd təsərrüfatı, həm də istehsal xidmət istiqamətləri üzrə zərflər vətəndaşlara təqdim olunur və bu zərflər çərçivəsində verilən avadanlıqlar hesabına artıq onlar öz işlərini qururlar. Bu əsasən hansı istiqamətlərdir? İstehsal xidmət istiqaməti daha əhatəlidir, bildiyim qədərlə, orada seçim daha çoxdur. Bəli, belə ki, hal-hazırda bizdə aktual olaraq 32 zərf mövcuddur. Bunların tərkibinə baxdıqda 3 istiqamətə bölmək istəyirəm. Birinci istiqamət üzrə, kənd təsərrüfatı istiqaməti üzrə bölmək istəyirəm ki, kənd təsərrüfatı istiqaməti üzrə əsasən aktual 4 zərfimiz var. Heyvandarlıq zərfidir, qoyunçuluqdur, keçicilikdir və arıçılıqdır. Orta hesabla il ərzində 7.000-8.000 şəxsin bu istiqamət üzrə əmlaklara təmin olunması illər üzərindən baxdıqda belə deyim ki, təmin edilməsinə həyata keçiririk. Digər istiqamət üzrə baxdıqda bizim 28 istehsal xidmət zərfimiz var. Bunlardan 23 istehsal xidmət zərfi ənənəvi zərflərimizdir. 5 zərfimiz isə pilot zərflərimizdir. Bunu növbəti suallarımızda ətraflı, detallı izah verəcəm. 5 zərfimiz də pilot zərflərimizdir, yeni zərflərimizdir. Artıq pilot olaraq həyata keçiririk. Effektiv olsa bu zərflər, səmərəliliyi yüksək olsa, bazar tutumu effektiv olsa, artıq bunlarda ənənəvi zərflərin
tərkibinə daxil olacaqdır. Biz qeyd edirik ki, bu proqram çərçivəsində şəxslər öz kiçik bizneslərini qururlar, öz işlərini qururlar. Ümumiyyətlə, özünün məşğulluq proqramını, xüsusilə də istehsal və xidmət istiqaməti üzrə qurulmuş, belə deyək, kiçik biznesləri, kiçik və orta sahibkarlığın inkişaf baxımından necə dəyərləndirmək olar, necə qiymətləndirmək olar bu proqramın əhəmiyyətini? Effektiv qiymətləndirmək olar. Belə ki, bildiyimiz kimi özünə məşğula cəlb olunan şəxsləri cəlbdən sonra, əmlaklar verildikdən sonra o şəxslərin il ərzində müşahidə səfərləri həyata keçirilir. Bundan başqa monitorluq həyata keçirilir və bundan əlavə olaraq Dünya Bankının xüsusi nümayəndəliyi heyəti tərəfindən də bu şəxslərin, bizneslərin səmərəli istifadəsi etməsinə bağlı ekspertlərin sorğuları həyata keçirilir. Ümumiyyətcə, bugün biz keçmiş tarixə baxsaq ki, istehsal xidmət sahəsi üzrə səmərəliyə baxsaq, bir ildən civarında verilən əmlaklarda səmərəlilik səviyyəsi 90% görə bilirik. 1 il və 2 ildən artıq olan dövrlərdə isə 75% səmərəlilik görə bilirik. Bu nə deməkdir? Bu deməkdir ki, özünə məşğula cəlb olunmuş şəxslər, əmlak alınmış şəxslərin bilavasitə həmin istiqamət üzrə fəaliyyəti 1 il və 2 il civarında olduqda 90%, 2 ildən artıq olduqda 75% artıq bu istiqamət üzrə fəaliyyətini həyata keçirirlər. Bundan başqa bu zərflərdə təşviq və digər mexanizmlərimiz də var ki, hansısı ki, səmərəli şəkildə bizneslərin fəaliyyət göstərirsə, özünə məşğulluğun cəlb olunmuş şəxslərə artıq 3 təşviq mexanizmi tətbiq edir ki, bunun özü də şəxslərin özünə məşğulluq istiqaməti üzrə səmərəliliyi inkişaf elətdirə bilir. Çox yaxşı bir hissəyə toxundunuz, Pərviz müəllim, təşviq mexanizmi. Çünki artıq proqram inkişaf elədikcə, proqram iştirakçılarına təqdim olunan, belə deyək, xidmətlər də artır. Onlara təqdim olunan üstünlüklər də artır. Məsələn, həvəsləndirmə mükafatları, müsabiqəsi var. Eyni zamanda məşğulluğa dəstək layihəsi çərçivəsində bu yaxınlarda pilot layihənin icrasına başlandı. Həmin o aktiv alan şəxslər aktiv aldı, biznesini qurdu. Təbii ki, burada öz öhdəliklərini yerinə yetirən, uğurlu biznes plana uyğun fəaliyyət göstərən şəxslərdən gedir söhbət. Onlar üçün hansı üstünlüklər, hansı təşviq edici və dəstəkləyici alətlər təqdim olunur? Ümumiyyətlə, istehsal xidmət sahəsi elə bir sahədir ki, burada ana məqsədimiz bizim fərdin, şəxsin özünün məşğulluğunu təmin etməsindən əlavə olaraq şəxsin bir işə götürənə çevrilməsidir. Yəni, kiçik sahibkar kimi başlanması, sonra mikro sahibkarlıq kimi formalaşdırmasını məqsədimiz var və bunun üçün də bütün Dünya Bankı bir fazasında Dünya Bankının dəstəyi ilə bu istiqamətə təşviq mexanizmlərini toxunduğum kimi həyata keçiririk. Əsasən, təşviq mexanizminə baxdıqda 3 belə deyəm ki, proqram mövcuddur. Birinci proqram həvəsləndirmə, mükafatlandırma layihəsidir. Belə ki, Dünya Bankı çərçivəsində 300 benefisiarımızın hansı ki, əmlakları almış, biznes plana uyğun olaraq istifadə etmiş və bütün vergi ödəyicilərinin belə deyim, qarşısında duran öhdəlikləri yerinə yetmiş şəxslərə həmin müsabiqədə iştirak etmə hüququ yaratmışdır. Və bunun da nəticəsində biz bu proqramın, həvəsləndirmə proqramının ilk olaraq, pilot olaraq Gəncədə həyata keçirdik və pilot olaraq 10 nəfərin bu proseslərdən keçdilər və həmin 10 nəfərə artıq əmlaklar təmin olundu. İkinci mərhələsi olaraq artıq 100 nəfərin, hansı ki 300 nəfər nəzərdə tutmuşduq, 100 nəfərin proqramı həyata keçirildi, elanı həyata keçirildi, insanlar müraciət elədi, 150 nəfərdən son mərhələdə 100 nəfər biznes planını müdafiə etdi və artıq 100 nəfərin əmlakların alınması və verilməsi mərhələsindəyik. Bundan başqa artıq qeyd etdiyim kimi 300 nəfər isə 110 nəfərdən artıq iş aparmışıq, 190 nəfər, qalan 190 nəfər üçün elan verilibdir, müraciətlər qəbul olunur və bir il ərzində buradan xüsusilə də istifadə edib demək istəyirəm ki, burada əsasən fikir verdiyimiz məqamlar şəxsin bir ildən çox əmlaklarını istifadə etməsidir və vergi qeydiyyatı olmaqdır, vergi üzərindən öhdəliklərin ödənilməsidir və xüsusilə də biznes plana uyğun fəaliyyətidir və fəaliyyətini təsdiq edən yekun monitorinq nəticəsinə uyğun da şəxsin mülkiyyətinə verməsidir. Bununla da həvəsləndirmə mükafatlandırma layihəsindən yekunlaşmır. Bundan başqa biz əlavə ilə xüsusilə toxunmaq istəyirik ki, şəxs əgər mikro sahibkara çevrilibsə artıq, bu demək ki, işə götürənə çevrilibdir. Əlavə təşviq mexanizmlərimiz var, hansı ki, proqramlarımız var. İkinci proqramımız birgə maliyyələşmədir. Yəni, şəxs özündən başqa, hansı ki, özünə məşğula cəlb etdiyimiz şəxs, özündən başqa hər hansı bir şəxsin işə götürülməsini həyata keçiribsə,
6 ay müddətində həmin şəxsin əmək haqqısının 3 ay 100% miqdarında, növbəti 3 ay 50% miqdarında əmək haqqısını bildirdiyim kimi Dövlət Məşğul Agentliyi tərəfindən Dünya Bankı vasitəsilə dəstəyi ilə həyata keçiririk. Burada da ana məqsəd şəxsin inkişafıdır. Tələb olunan istiqamətlər şəxs biznes istiqaməti üzrə fəaliyyət göstərməlidir. O sahədə aktiv vergisi olmalıdır. Vergi üzərindəki borcları həyata keçirməlidir. Burada vergi ödənişlərini həyata keçirməlidir. Məcburi dövlət sosial sığorta fonduna ödəmələri həyata keçirməlidir. İcbari tibbi sığortanı həyata keçirməlidir. İşlikdən sığorta ödənişlərini həyata keçirmiş olmalıdır. Və hər şəxs bu ödənişləri həyata keçirdiyi halda əlavə olaraq qeyd etdiyim kimi biz həmin şəxsin, işə götürdüyü şəxsin əmək haqqısı maliyyələşməsində birbaşa rolumuz olacaq. Artıq bunu tədbir də artıq elan mərhələsi olunubdur. Seçim mərhələsində də artıq namizədlərin seçim mərhələsindədir. Seçim mərhələsi yekunlaşdırıldıqdan sonra həmin şəxslər elan olunacaq və həmin şəxslər istiqaməti üzrə də maddi dəstəklər həyata keçiriləcəkdir. Bundan başqa üçüncü tədbirimiz ki var ki, bu üçüncü tədbir də iş yerində təcrübədir. Burada əsasən həmin mikro sahibkarlarımıza maliyyə dəstəyinin həyata keçirilməsidir. Burada şəxs işə götürənə çevrildiyi halda ola bilər birbaşa işə götürmək istəmir, həmin şəxsi tanımaq istəyir. Orada artıq iş yerinə təcrübə proqramından istifadə olunacaq. Bu proqramın da mahiyyəti ondan ibarətdir ki, həmin iş yerinə təcrübə müddəti ərzində ona verilən ödənişlərin bir qismini Dövlət Məşğul Agentliyi və Dünya Bankının dəstəyi ilə birlikdə həyata keçirəcək. Bu sonuncu sadaladığınız layihə hələ ki müraciət yoxdur, düzdürmü? Bəli, hələ elan mərhələsində deyil. Artıq metodiki göstərişləri, təlimat və prosedurlar hər bir şey hazırdır. Yəqin ki, növbəti ildən artıq tətbiqinə başlayacaq. Əla. Pərviz müəllim, zərflərlə bağlı davam eləmək istəyirəm. Qeyd elədiniz ki, 28 istehsal xidməti istiqaməti üzrə biznes zərf mövcuddur ki, onlardan 5-i də pilot olaraq tətbiq olunur hazırda. Ümumiyyətlə, biz bilirik ki, bu ilin əvvəlində də zərflərin bəzilərinin təkmilləşdirildi, tərkibi, yeni zərflər əlavə edildi. Bəzən olur ki, elə zərflər olur ki, onları siz artıq siyahıdan çıxardırsınız, həmin zərflərə ehtiyac olunur. Ümumiyyətlə, bu siyahı necə müəyyənləşdirilir? Burada hansı meyarlar nəzərə alınır? Əmək bazarının araşdırılması, yoxsa regionların xüsusiyyətləri, bu necə müəyyənləşdirilir? Ümumiyyətlə, istər zərflərin təkmilləşdirilməsi mövzusuna toxunaq, istər yeni zərflərin əlavə olunması, istər də artıq aktual olmayan zərflərin, belə deyəm ki, özü məşğul zərflərin içərisindən çıxarılması, bu düzənli olaraq və hər il buna aralıqda baxılır. Demək olar ki, hər birində yanaşma və metodika eynidir. Nə mənada? Bilavasitə yeni zərflərin formalaşdırılması üçün xüsusilə biz əmək bazarının tələblərini xüsusilə araşdırırıq ki, əmək bazarının tələbləri nədir, coğrafi relyefin tələbləri nədir, hansı, misal deyim, yeni zərflərimiz haqqında danışsaq, bizim 5 yeni zərfimiz var. 5 yeni zərfin birinə toxunmaq istəyirəm ki, kötancılıq zərfi. Kötancılıq zərfi elə bir zərfdir ki, xüsusilə də kənd yerlərində bu zərflərə xüsusi tələbata ehtiyacı oldu ki, xüsusilə kənd yerində işçi şəxslərimizin hər hansı bir kiçik bağlarda bu kötancılıq zərfindən istifadə edib xidmət göstərib ödəniş əldə etmə imkanları yarandı. Xüsusilə də fındıq bağlarıdır və yaxud da meyvəçilik bağlarında artıq həyətyanı sahələrin əkilməsidir və yaxud digər sahələr üzrə bu zərflərə daha çox ehtiyac oldu və qeyd etdiyim kimi bu artıq bilavasitə coğrafi relyefə görə tənzimlənən belə desək bir zərf oldu və bunu artıq tətbiqinə artıq başlamışıq. Pilot olaraq almışıq, artıq paylaniş həyata keçiririk. Artıq ondan sonra bunun səmərəliyini ölçəcək. Səmərəli olsa bu ənənəvi zərfimizə keçəcək. Ümumi icmal versək, yeni zərflərlə bağlı qəssab dükanı zərfinə ehtiyac oldu. Xüsusilə böyük qayıdış çərçivəsində tələbat oldu ki, bu zərfə artıq qəssab dükanı zərfini pilot olaraq tətbiqinə başladıq. Artıq böyük qayıdış çərçivəsində də artıq bu zərfin tətbiqinə başlamışıq, artıq vermişik. Eyni qaydada bu zərfin də səmərəli baxılacaq və ölçüləcək. Əmək bazarına uyğun olduğu halda, səmərəliyi yüksək olduğu halda saxlanılacaq. Eyni qayda avtorazual, özünə xidmət avtoyuma, avtodəmirçi zərfləri də yeni zərflərimizin sırasına daxil edildi və beləliklə 5 yeni zərfimiz oldu. Bu qeyd etdiyim 3 zərfin də yenə əmək bazarına uyğunluğu, səmərəliyi ölçüləcək və uyğunluq olduğu halda ənənəvi zərfə çevriləcək. Biz ümumiyyətcə 2025-ci ildə əlavə olaraq qeyd edim ki, Əmək Nazirinin tabeliyində olan Milli Observatoriya ilə birlikdə
zəiflərimizin tərkibinə xüsusilə baxmışıq və araşdırmalar həyata keçiririk onlarla birlikdə və bütöv 23 zərfimizin hər biri mövcud hazırki durumda mövcud bazarın tələblərinə uyğunluğu araşdırılır, səmərəliyi araşdırılıb və zərflərimizin artıq növbəti mərhələdə təkmilləşmə layihəsi hazırlanıb, təsdiqlənib, artıq zərflərimiz növbəti mərhələdə növbəti illərdən daha təkmil formada, daha yeni parametrlərlə bazarın tələblərinə uyğun olaraq təmin olunacaqdır. Əlavə olaraq onu da qeyd edə bilərəm ki, xüsusilə də xanımlara münasibətdə yeni zərflər araşdırılır. Yəni 5 pilot zərfdən əlavə olaraq biz yeni pilot zərflərin də 26-cı ilə tətbiqini və bazar araşdırmasını həyata keçiririk. Burada da yenə Milli Observatoriyanın dəstəyindən xüsusilə istifadə edirik. Tərəfdaşlarımızla müzakirələr, bazar araşdırması, sahə gəzintiləri araşdırmasını həyata keçiririk. Regionlardan gələn ideya fikirləri dəyərləndiririk və yəqin ki 26-cı ildə əlavə xüsusilə də xanımlara münasibətdə yeni zərflərin tətbiqini və təsdiqini həyata keçirməyi düşünürük. Bu artıq yaxşı bir xəbərdir. Bəli. Biz bunun kommunikasiya eləmək üçün gözləyəcəyik sizdən bu xəbəri. İnşallah. Pərviz müəllim, bəs bu zərflərə müraciət edən şəxslərin seçimi necə həyata keçirilir? Biz bilirik ki, zərflər üzrə müraciət edən şəxslərdən müəyyən bilik və bacarıqlar tələb olunur və bu xüsusi bir sorğu əsasında hətta müəyyənləşdirilir ki, şəxs həmin istiqaməti nə qədər uyğundur. Bəs təcrübəsi olmayan vətəndaşlarla bağlı hansı iş görülür? Onlar necə eləyə bilirlər? Ümumiyyətlə, bu biraz geniş mövzudur. Belə ki, şəxslərin müraciəti əsasən məşğul imkanların qiymətləndirilməsi məntiqindən başlayır. Şəxs məşğulun təmin edilməsi istəyirsə, ümumiyyətlə biz məsələyə şəxsin özünə məşğula uyğunluğu olub-olmaması məntiqindən baxmırıq. Şəxsin məşğulunu necə təmin edə bilərik məntiqindən baxırıq agentlik olaraq. Şəxs özünə məşğulluğun uyğunluğu şəxsin məşğulluğun araşdırması nəticəsində müəyyənləşdirilir. Yəni, şəxsin məşğul imkanları qiymətləndirilir. Əgər fərdi məşğulluq proqramında şəxs özünə məşğulluq uyğunluğu müəyyən olunarsa, ilkin etapda özünə məşğulluq tədbiri seçilir və məhz o mərhələdən sonra proseslər başlanılır. Təbii ki, bu şəxslə ilkin görüşdür, sorğu əsasında və proses əsasında olur. Deməzdim ki, o seçimdə seçilən hər bir şəxs, özünə məşğula təyin olunan şəxs, özünə məşğula uyğun şəxs olaraq müəyyən olunur. Təbii ki, bundan sonraki mərhələlərimiz var ki, bizim üçün xüsusilə də istehsal xidmət zərfləri üzrə şəxsin təcrübəsi çox önəmlidir. Çünki bildiyimiz ki, bu bir xidmətdir, bir dəyərdir. Bu əmlakı aldıqdan sonra insanlara xidmət göstərəcək və o insanın o sahədə səriştəsi və təcrübəsi, peşə bilik və bacarığı yoxdursa, bu deməkdir ki, həmin şəxsin ya xidmət göstərməyəcək, göstərsə də doğru xidmət göstərməyəcək və özündə kənar şəxslərə zərər vurmuş ola biləcək. Ona görə şəxsin özünə məşğulluğu üzrə təcrübəsinin yoxlanılması, şəxsin müşahidə səfərləri nəticəsində, biz buna ilkin monitorinq anlayışı deyirik. İlkin monitorinq nəticəsində şəxsin bilik və bacarıqları xüsusilə diaqnostika olunur, ölçülür, suallarla və digər üslublarla şəxsin artıq ilkin monitorinqdən sonra qərarı verilir ki, bu şəxsin bu sahədə təcrübəsi və bilik bacarığı uyğundursa, şəxs özünə məşğulluğa cəlb olunur. Xeyr, əgər şəxs özünə məşğulluğa uyğun deyilsə, bilik və bacarığa uyğun deyilsə, şəxsi o sahədə bilik və bacarıq əldə edilməsi üçün peşə tədbiri istiqamətində yönləndirilməsi və məşğul imkanları qiymətləndirilməsində FMP-də artıq peşə tədbirləri istiqamətində, iş aparılması istiqamətində tövsiyələr verilir ki, şəxs o istiqamət üzrə müraciət etsin və peşə və bilik bacarıqlarını formalaşdırdıqdan sonra həmin sahə üzrə yenidən müraciət edə bilər. Pərviz müəllim, bir də ən məşhur suallardan birisi budur ki, nə vaxt avadanlığımı alacam? Bu hissə necədir? Biz bilirik ki, növbəli prinsipi əsasında bu proses aparılır. Təxmini bilirəm, burada müddət demək o qədər də asan deyil bu müddəti demək. Çünki burada həm müraciətlərin sayı məsələsi var, ayrılmış kvota var ayrı-ayrı ərazilər üzrə. Bundan sonraki otaq ilkin monitorinqdə şəxs bəlli oldu ki, müəyyənləşdirilmiş istiqamət üzrə doğru şəxsdir və həmin istiqamətdə biznes qura bilər. Bundan sonraki mərhələ necə davam etdirilir? Ümumiyyətlə, ən çox insanlar müraciət edən şəxslərdə yaranan bir suallardan biri ondan ibarət ki, mən 1 il gözləyirəm, mən 2 il gözləyirəm, bir müddətdir gözləyirəm, uzun müddətdir gözləyirəm, mən nə vaxt əmlakımı alacam, nə vaxt özünə məşğula cəlb olunacam. Reallıq ondan ibarətdir ki, özünə məşğulluq tədbiri il ərzində bir kvota həyata keçirilir. Çünki bu kvotanın mahiyyətində məhz
çox ciddi iqtisadi səbəblər dayanır. Belə ki, biz şəxslərin xüsusilə istehsal xidmətə münasibətdə müraciətinə uyğun hər kəsini eyni anda əmlak ilə təmin etsək, bu artıq bazar iqtisadiyyatının tələblərinə uyğunluq yaratmayacaq. Çünki bir-birinə rəqabət anlayışı var, bir-birinə belə desək, proseslərdə müdaxilə anlayışları var. Bu anlayışlar yaradır. Kvota əsasında həyata keçirilir. Müraciətlərimiz kvota münasibətdə çoxdur deyə bilərik. Biz burada daha çox kvota əsasında baxdıqda, müraciətləri qiymətləndirdikdə daha çox üstünlük verdiyimiz şəxsləri çıxışımın öncə sədaladım ki, kimlərə daha çox üstünlük verilir. Xüsusilə də sosial əsas kateqoriya şəxslərə üstünlük verilir. Detalları öncə demişdim. Ümumiyyətcə baxdıqda zərflər və tərkiblərimizə, istiqamətlərimizə xüsusilə toxunmaq istəyirəm ki, kənd təsərrüfatı istiqaməti üzrə müraciət sayılarımız həddən artıq çoxdur. İstehsal xidmət münasibətdə isə istehsal xidmət sahələrində müraciətlərimiz isə buna nisbətən çox deyil. İstehsal xidmətinin özündə mahiyyətinə baxdıqda, detallara baxdıqda elə zərflərimiz var ki, orada müraciət sayı şəxsin özünə məşğulluğu cəlbi, təlim və bütün prosesləri hansı ki addımları sadalayacağım, o prosesləri orta hesabla 1 il ərzində baş verə bilir. Yəni 3 ay və 5 ay ərzində şəxsin ilkin mərhələdən məşğul imkanlarının qiymətləndirməsindən əmlak alınmasına qədər mərhələsi ümumilikdə maksimum 3 və 5 ay ərzində həyata keçirilir. Hansı ki orada həmin zərflərin müraciət sayı kvotaya uyğundur və həmin il həmin şəxsin hüququ yaranır, növbəlik istiqaməti üzrə hüququ yaranır ki, ondan iş apara bilək. Lakin elə zərflərimiz var ki, xüsusilə müəyyən spesifik zərflərimiz var. Toxunmaq istəyirəm, məsələn, məmulatları, məsələn, kiçik dərzi sexi, belə bir 5 zərfimiz var ki, burada müraciət sayıları həddən artıq çoxdur, kvotaya münasibətdə artıqdır. Şəxslərin belə desək, növbəliyi həmin il yaranmır, növbəti ilə keçir. Amma növbəti ilə keçdikdə şəxsin növbəliyi yarandığı halda, şəxsin növbəsindən yarandığı halda onun ilkin monitorinqdən, ondan sonra 2 manatdan sonra uyğunluq qərarının verilməsi, ondan biznes təlimlər üzərindən təlimin həyata keçirilməsi, təlimin qiymətləndirilməsi, təlimin qiymətlənməsi uğurla yekunlaşdırıldıqdan sonra onunla müqavilə bağlanılması və əmlakın verilməsi maksimum 3 və 5 ay təşkil edir. Burada əsasən gözləmə müddəti daha çox xüsusilə toxunmaq istəyirəm ki, şəxslərin növbəliyinin hüququnun yaranmasıdır ki, o da şəxslərdə müəyyən narahatçılıqlar yaradır, müəyyən gözləmə nigarançılıqlar yaradır. Bu da başa düşüləndir. Biz çalışırıq ki, maksimum dərəcədə şəxslərin müraciətlərini operativ şəkildə cavablandıra bilək. Yəni ki, əsas vaxt tələb olunan hissə ilkin monitorinq və hardasa təlimə qədər olan hissələrdir. Əslində qalanda o gözləmə müddətində çox deyil, o maksimum 3 aydır. Yəni, şəxsən ilkin monitorinq həyata keçirdiksə, təlimə həyata keçirdiksə, əmlak verməsi 3 ay və ya 5 ay intervalındadır, amma əsasən növbəni gözləməkdir ki, kvotaya uyğun şəkildə şəxsin hüququ yaransın. Başa düşdüm. Pərviz müəllim, bugün istehsal xidmət sahələri üzrə xüsusilə soruşmaq istəyirəm ki, ən çox fayda verən, ən çox səmərəlilik gətirən istiqamətlər hansılardır? Ki, onlar uzun müddət var və ən effektiv sahələr hesab olunur. Ümumiyyətlə, biz bunu düzənli analiz edirik, təhlil edirik ki, daha çox hansı biznes zərfimiz, özə məşğul istiqaməti üzrə, xüsusilə istehsal xidməti üzrə hansı zərflərimiz daha aktualdır, daha səmərəlidir, hansı zərflərimiz aktual deyil, səmərəli deyil. Biz özünə məşğul istiqaməti üzrə başladığımız bu günə qədər 5 zərfimizi artıq səmərəli olmadığına görə kənarlaşdırmışıq. Amma elə bir zərflərimiz var ki, çox dayanıqlı və çox səmərəlidir. Misal deyim, məmulatları istehsalı zərfinə toxuna bilərik ki, çox aktualdır, səmərəlidir və effektivdir. İqtisadiyyata da dəyər qatır, xidmətdə yaradır, işə götürənə də çevrilə bilir. Bunu görə bilərik. Kiçik dərzi sexinə toxuna bilərik ki, kiçik dərzi sexi aktualdır və belə desək, işə götürənə də çevrilmə artıq təcrübələrimiz var bir neçə istiqamət üzrə. Xanımlar üçün ən aktual zərflərimizdən biri olan qadın gözəllik salonudur ki, ən aktual və ən səmərəli zərflərimizdən biridir. Bəylərimiz üçün kişi, misal deyəm ki, bərbəri zərfi çox səmərəlidir. Avtoçilingər zərfimiz ki var, çox səmərəli və aktualdır. Ümumi qiymətləndirsək, bugün mövcud olan 23 zərfimizdən 10 zərfimiz çox
aktualdır, çox səmərəlidir, çox effektivdir. Digər zəiflər o demək deyil ki, səmərəsizdir. Təbii ki, qeyd verdiyim kimi. Bunlara sadəcə daha maraq çoxdur. Daha çox maraq daha çoxdur və daha çox öz qarşılığını xidmətdə tapır və daha sonra qədər aktuallıq bu istiqamətdədir və müraciətlər də daha çox bu zərflərə münasibətdədir. Xüsusilə aqroturizm nöqteyi nəzərdən deyə bilərəm ki, xüsusilə turistik ərazilərimizdə aqroturizm zərfimiz var ki, burada biz xüsusilə kənd evlərində turizm üçün lazım olan avadanlıqlarla təsis edirik ki, o şəxslər aqroturizm zərfi istiqaməti üzrə yararlansınlar və öz müştərilərini qarşılaya bilsinlər. Bu da çox o zonalar üçün, regionlar üçün çox cəlb edicidir, çox səmərəlidir. Belə desək, həm coğrafi, həm iqtisadi anlayışdan ümumiyyətlə zərflərin səmərəliliyi dəyişir. Misal deyəm ki, biz 24-cü zərflərimizi təhlil edəndə artıq baxdıq ki, bizim su sızması zərfimiz var idi. O aktuallığını və səmərəliliyini itiribdir. Yəni son 24-cü ildə ləğv etdiyimiz zərfi deyirik. Artıq o zərfi biz zərf siyahımızdan çıxartdıq ki, çünki öz aktuallığını itirmişdir, səmərəliliyini itirmişdir, belə desək. Pərviz müəllim, son olaraq bilirim, özünü məşğul proqramı qeyd etdiyimiz kimi geniş bir istiqamət olduğu üçün ilbəil tətbiq olunan yeniliklər, dəyişikliklər də olur və hətta dairəsi genişlənir. Eyni qayda ilə növbəti il üçün nələr planlaşdırılır, hansı yeniliklər gözlənilir? Ümumiyyətlə, bu il artıq biz özünə məşğulluq istiqaməti üzrə daha çox harada inkişaf edə bilərik, nə inkişaf etdirə bilərik, çox müzakirə etdik, təhlillər etdik, rəhbərliklə və tərəfdaşlarımızla bir neçə istiqamət üzrə növbəti ildə bizim yeniliklərimiz gözlənilir. Hansı ki, ilk etapda təməlini bu il qoyduq Oğuz rayonunda da həyata keçirməklə peşəkar avtoklasterimiz. Biz məhz avtomobil sahəsi üzrə yox, ümumiyyətlə çalışırıq ki, özünə məşğulluq sahəsi üzrə klaster anlayışına keçək. Çünki klaster anlayışı özünə məşğulluğa yaralmış şəxslərə əlavə kifayət qədər üstünlüklər yaradır ki, o üstünlüklər müştəri əlçatanlığını daha inkişaf elətdirir, bir sıra xidmətlərin bir arada olmasının özü də cəlb edici olur. Biz daha çox baxmaq istəyirik istər avtoklasterimizə, hansı ki, peşəkar avtoklasterimizi ölkə ərazisində genişləndirməyi düşünürük və yaxud da istər digər klaster növlərinin araşdırmasını həyata keçirmək istəyirik. Həm dünya təcrübəsini araşdırmağa çalışacağıq və düşünürük ki, növbəti illərdə Dünya Bankı 2 fazasında 26 və 30-cu illərdə bu klaster anlayışını bir anlayışa gətirək və özünə məşğulluq klaster istiqaməti üzrə inkişaf elətdirək. Bir istiqamətimiz bu gözlənilir ki, bu istiqamət üzrə inkişaf edək. İkinci istiqamət üzrə qeyd verdiyim kimi daha çox şəxslərin özünə məşğulluğun səmərəli inkişaf etdirilməsi istiqaməti üzrə təşviq mexanizmlərini genişləndirmək və inkişaf elətdirmək. Hansı ki, bu il ərzində istər birgə maliyyələşmə olsun, istər iş yerinə təcrübə olsun, istər maliyyələşdirmə istiqaməti üzrə həvəsləndirmə, mükafatlandırma olsun. Bu istiqamətlər üzrə biz ilkin olaraq başladıq, təcrübə öyrənməyə çalışdıq. Artıq növbəti layihədə isə bu növbəti 4 il ərzində daha genişləndirməyi düşünürük, daha çox şəxsləri əhatə etməyi düşünürük ki, bu istiqamətdə də inkişaf elətdirməyi düşünürük. Əlavə olaraq toxunmaq istəyirik ki, geniş bazar araşdırmasını planlaşdırırıq ki, geniş bazar araşdırması edib yeni aktual peşələri və zərfləri müəyyənləşdirmək istəyirik. Xüsusilə bu zərflərin içərisində xanımlara və xüsusilə əlilliyi olan şəxslərə önəm vermək istəyirik ki, bu şəxslər bizim üçün çox həssas kateqoriya şəxslər sayılır ki, bu istiqamətdə də şəxslərin özünə məşğulluğunu təmin edək. Belə ki, biz artıq ilk olaraq 25-ci ildə bunu ilk etap olaraq həyata keçirdik. 24-cü illə başladıq, 25-ci ildə tam yekunlaşdırıq. Gözdən 50-lərə münasibətdə olan şəxslərə bunu daha genişləndirməyə çalışırıq. Bildiyimiz kimi Nazirliyin bu istiqaməti də, fəaliyyət istiqaməti üzrə də artıq həyata keçiririk. Burada artıq biz tək musiqi zərfləri yox, bir çox zərflər, əlilliyi olan şəxslərimizi, əmək qabiliyyətini itirmiş şəxslərimizə daha çox özünə məşğulluq istiqaməti üzrə onların bilik və bacarığına, iş imkanlarına uyğun zərflərin formalaşdırılması və həmin şəxslərin məşğulun təmin edilməsi istiqamətində işlər aparırıq. Hansı ki, yəni söhbət sosial notlar layihəsini genişləndirilməsindən gedir. Sosial notlar bir istiqamət üzrə idi. Məhz musiqi istiqaməti üzrə idi. Musiqinin içərisində artıq 4
4 istiqamət vardı. Artıq biz musiqi istiqaməti üzrə məhdudlaşmaq istəmirik. Musiqidən başqa yeni qollar bəli, xalçaçılıq var və müxtəlif var. Artıq üzərində apardığımız 8 istiqamət var ki, hansı ki, yekun layihələndirmə proseslərimizi yekunlaşdırandan sonra artıq biləcək ki, bu 8 istiqamət üzrə hansı tam layihədir və onu bir proqram halına salmaq istəyirik. Ana məqsədimiz burada sosial həssas kateqoriyalı olan, xüsusilə də əmək qabiliyyətində müəyyən çətinliklər yaradan şəxslərin məşğulun təmin olunması istiqaməti üzrədir. Niyyətimiz ondan ibarət ki, bunu 2026-cı ildə artıq prosesini yekunlaşdıraq və ilin sonuna doğru olsa da bu şəxslərin əmlakları təmin etmiş olaq ki, artıq məhz sosial əsas kateqoriyalı şəxslərimizin məşğulunu təmin etmiş olacaq. Yəni bu istiqamətdə biz artıq planlaşdırırıq fəaliyyətimizi. Ana məqsədimiz geniş həcmdə təhlillər düşünürük, təhlillərə başlamışıq ki, verdiyimiz 100 min şəxsin məlumatlarını təhlil edirik. Harada daha çox səmərəliliyimiz var. Məqsədimiz əsasən səmərəli istiqamət üzrədir və dediyim kimi, toxunduğum kimi məsələlərə ki, xüsusilə əlavə zərflərin formalaşdırması istər 26-cı ildə, istər növbəti illərdə bizim ana məqsədlərimizdən biridir ki, yeni bir zərflər formalaşdıraq. Çünki əmək bazarının tələblərini duyub, hiss edib, ona uyğun adekvat formalaşdıra bilsək, bu bizim həm şəxslərin bilavasitə peşə və bilik və bacarıqlarını doğru istiqamətdə formalaşdırmasına təşviq etməsini gətirib çıxarda biləcək. Həm də o şəxslərin, peşə və bilik bacarığı formalaşmış şəxslərimizə özünə məşğulun təmin etmiş olacaq. Ümumiləşdirsək, özünün məşğulluq proqramının icrası 2026-cı ildə dolu-dolu davam eləyəcək deyə bilərik. Uğurlar arzulayırıq sizə, Pərviz müəllim. Təşəkkür edirik məlumatlar üçün. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz və biz bugün özünün məşğulluq proqramından danışırdıq. Həm proqram çərçivəsində hansı işlər görülüb, həm də qarşıdakı ildə nələr planlaşdırılır. Bu barədə ətraflı məlumatlara çalışdıq ki, bizə ayrılmış vaxt ərzində sizə təqdim eləyək. Məşğulluq sahəsində baş verən hadisələri, yeni xəbərlərimizi, layihələrimizi həm sosial şəbəkə hesablarımız üzərindən, həm saytımız üzərindən, həm də Dost.tv vasitəsilə əldə edə bilərsiniz. İş saatında sizinlə yenidən görüşəcəyik. Özünüzü qoruyun, salamat qalın.